Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə Space Academy-nin kurikulum təlimçisi Pəri Firud qızı. Bu günlərim sizlərə təhsildə müasir pedaqoji yanaşmalardan olan refleksiv və adaptiv yanaşmanın izahını verəcəm. Bundan əvvəlki videoda nəzər salsanız, əməkdaşlığa əsaslanan və konstruktiv yanaşmanın izahı verilmişdi. İndi isə bu günlərim sizlərə refleksiv və adaptiv yanaşmanın izahı veriləcəkdir. Bu tip videoların izahının davamlı olmasını istəyirsinizsə, kanala abunə olmağı, eyni zamanda da həmkarlarınızla bölüşməyi unutmursunuz. Dərslər haqqında ətraflı məlumat əldə etmək üçün 055 527 2599 nömrəsinə yaza bilərsiniz. Gəlin, müəllimlər, refleksiv pedaqoji yanaşma ilə davam edək. Refleksiv pedaqoji yanaşma nə deməkdir? Bu çərçivə sənədinə yeni əlavə olunan mövzulardandır. İlk olaraq refleksiyadan danışaq müəllimlər. Refleksiya demək olar ki, inkişafın başlanğıcıdır. Biz burada refleksiyadan danışarkən həm müəllimə, həm də şagirdə necə təsir edir, bu haqqda öyrənmiş olacağıq. Yəni müəllim öz fəaliyyətinə baxır və öz gördüyü işi təkmilləşdirmiş olur. Əgər müəllim öz fəaliyyətinə baxmasa, təbii ki, öz işimizi təkmilləşdirə bilməyəcəyik. Hansı ki, bugünkü gündə də, yəni təhsilin əsas məqsədlərdən biri təkcə biz şagirdə bilik ötürmürük. Eyni zamanda da şagird və müəllimin öyrənmə prosesini düşünərək yanaşmasını formalaşmasıdır. Yəni, refleksiv pedaqoji yanaşma demək olar ki, tədris prosesinin ayrılmaz bir hissəsidir. Müəllim və şagird öz fəaliyyətinə tənqidi baxış formalaşdırır. Hansı ki, refleksiv pedaqoji yanaşma nəticə çıxarması, gələcəkdə nələri təkmilləşdirməliyəm və eyni zamanda nələri təkmilləşdirəcəyimlə bağlı hansı addımları atacağım. Yəni bunların hər birini cəm şəkildə biz refleksiv pedaqoji yanaşmada öyrənmiş oluruq. Eyni zamanda refleksiv yanaşmada müəllim sadəcə öyrədən deyil, düşünən, təhlil edən, eyni zamanda dəyişən peşəkar şəxsə çevrilmiş olur. Refleksiv pedaqoji yanaşmanın mahiyyəti nədən ibarətdir? Gəlin indi isə bundan danışaq. Refleksiv yanaşma həm öyrənənin, yəni şagirdin, həm də müəllimin düşünmə bacarığı üzərində qurulur. Məsələn, müəllimin burada düşünmə bacarığı, müəllim düşünəcək ki, mən şagirdlərə nəyi necə öyrədim, şagirdlər nə öyrənəcək və yaxud növbəti dəfə necə etsəm daha yaxşı şagirdlərimi öyrədə bilərəm. Müəllim bu hissəyə diqqət yetirmiş olur. Şagird isə mənim başa düşdüyüm hissə hansı oldu, mənim harda çətinliyim oldu, harda çaşdım, harda səhv elədim və yaxud gələcəkdə mən nəyi necə etməliyəm ki, səhvə yol verməyim. Yəni, baxın müəllimlər, refleksiv pedaqoji yanaşmanın da mahiyyəti məhz bundan ibarətdir. Həm müəllim öz işinə nəzarət etmiş olur, həm də şagird öz gördüyü işi bir növ belə deyək də özünü qiymətləndirmiş olur. Eyni zamanda da refleksiya edərək şagird özünü qiymətləndirmə, özünü inkişaf mexanizmini çevrilmiş olur. Refleksiv pedaqoji yanaşmanın mərhələləri var müəllimlər. Mərhələləri hansılardır? Müşahidə mərhələsi var, təhlil dəyərləndirmə var, planlama və dəyişiklik vardır. Müşahidə dedikdə elə adı üstündə müəllim və şagird təlimdə baş verənləri obyektiv müşahidə edir. Məsələn, şagird deyə bilər ki, bu üsul mənim üçün çətindir, yoxsa maraqlıdır. Bunu artıq şagird müşahidə edərək üzə çıxardır. Fəaliyyəti dedik, təhlil etməsi, dəyərləndirməsi ikinci mərhələdə. Bu hissədə şagird məsələn düşünə bilər ki, səhvim nədən qaynaqlandı, mən niyə görə səhv elədim? Artıq şagird öz gördüyü işi təhlil eləmiş olur, dəyərləndirmiş olur. Üçüncü mərhələmizdə, yəni dedik planlaşdırma və dəyişiklikdir. Məsələn, burada şagird düşünə bilər ki, mən bu tapşırıqdan sonra işlədiyim tapşırığı əvvəlcədən planını quracağam və planın qurması, yəni daha əvvəlcədən planını qurur, dəyişikliklərini aparır. Bəs müəllimin burada refleksiyası necə ola bilər? Müəllim dərsdən sonra özünə sual verə bilər. Məsələn, şagirdlərimdən hansı çətinlik çəkdi və şagirdim niyə görə çətinlik çəkdi? Və yaxud müəllim özünə başqa bir sual verə bilər ki, mən bu dərsdə nəyi məqsədli şəkildə etdim və niyə etdim?
Şagirdlər hansı dəyişiklik və yaxud inkişaf müşahidə etdim? Müəllim özünə bu cür suallar verərək özünü refleksiya etmiş olur. Baxın, hətta geniş şəkildə də sizə suallar təqdim edərəm. Hansı vəziyyətdə daha yaxşı nəticə əldə etdim və nə üçün? Tədris metodlarım şagirdin marağına uyğun idirmi? Yəni, müəllim artıq burada özünə sual verməyə başlayır və müəllim özünü refleksiya etmiş olur bu hissədə. Daha sonra refleksiya üsulları və alətlərindən gəlin danışaq müəllimlər. Refleksiya üsulları 3-2-1 texnikası, refleksiya dairəsi, sual körpüsü, özünə məktub, müəllim jurnalı var ki, bu üsullardan refleksiya üsulu olaraq biz bunları tanıyırıq. Məsələn, 3-2-1 texnikasında burada şagird öyrənilən biliyin xülasəsini yazır. 3 nəyi öyrəndim, 2 mənə nə maraqlı idi, 1 mənim hələ də bilmədiyim, mənə hələ də sual olan nə varsa onu şagird qeyd edir. Özünə məktubda isə şagird öyrəndiyi ilə bağlı özünə məktub yazır. Məsələn, nümunə olaraq, əziz, gələcək mən indi anladım ki, tələsməmək vacibdir. Şagird özünə, məsələn, 5 il sonra, 3 il sonraki halına məktub yazmış olur. Bəs sual verə bilərsiniz ki, refleksiv pedaqoji yanaşmanın faydaları nədən ibarətdir? Gəlin faydalarından danışaq. Refleksiv pedaqoji yanaşmada dedik, şagirdlər dərindən öyrənmə baş verir və bu müəllim üçün də, şagird üçün də təbii ki, faydası vardır. Şagird öz fəaliyyətini izləyir, müəllim isə öz dərsini təkmilləşdirmiş olur. Şagirdlərdə özünə inam yaradır, şagird uğurlarını, çətinliyini dərk etmiş olur. Müəllim isə tədris qərarlarında daha inamlı olur. Eyni zamanda məsuliyyət hissini, yaradıcı düşünməni şagirdlərdə, müəllimdə inkişaf etdirir. Məsuliyyət hissini, öyrənməyə sahiblik hissi formalaşır. Müəllim üçün isə peşəkar inkişaf və innovasiyaya açıq olur. Yaradıcı düşünmədə şagird hər zaman yenilik axtarır. Müəllim isə yeni metodları sınamağa, belə deyim, cəsarət edir. Daha sonra müəllimlər, biz refleksiv pedaqoji yanaşmada müəllim sadəcə dərs deyən yox, bilik ötürən yox, düşünən, öyrənən müəllimi biz görmüş olduq. Bəs şagirdlər təkcə bilik əldə etdilərmi? Xeyr, tapşırığı yerinə yetirən yox, öyrənməsini idarə edən fərdə çevrilmiş olur refleksiv yanaşmada. İndi isə müəllimlər adaptiv yanaşmadan danışaq. Adaptiv yanaşma biraz genişdir digərinə nisbətən. Adaptiv yanaşmada müəllimlər biz şagirdin fərdi xüsusiyyətlərini, bacarıq səviyyəsini, maraq dairəsini, öyrənmə sürətinə uyğun şəkildə fərdiləşdirilməsi deməkdir. Yəni, baxın müəllimlər, biz eyni mövzunu hər kəs eyni cür öyrənir. Xeyr, mən başqa cür öyrənirəm, siz başqa cür öyrənirsiniz, digər insan başqa cür öyrənir. Yəni, baxın, hər birimizin öz öyrənmə tərzimiz var da, hər bir insanın öz öyrənmə yolu var. Və yaxud müəllim sinifdə əgər dərsi keçirsə şagirdinə, bilməlidir ki, şagirdin öyrənmə yoludur, tapşırığıdır, ritm və dəstəyi öz ehtiyacına görə tənzimlənməlidir. Yəni, mən eyni mövzuda şagirdlərə eyni üsulla keçim, əlbəttə ki, şagirdlərdən bəziləri mövzunu anlamaqda çətinlik çəkəcəkdir. Ona görə də ən yaxşı variant nədir? Şagirdin öyrənmə tərzinə uyğun olaraq biz mövzumuzu keçək. Yəni, mövzu eynidir, amma şagirdin hər birinə öyrənmə tərzinə uyğun olaraq dərsi qurmuş oluruq. Belə deyək, bərabər təhsil imkanı hər kəs üçün eyni resurslara çıxış imkanı verməyə nəzərdə tutulur. Ədalətli təhsil isə öyrənən arasında fərqi tanıyır, bunu nəzərə alırıq. Belə deyək, müəllimlər, adaptiv pedaqoji yanaşmanı təhsildə ədalətliliyi təmin etməyə xidmət etmiş olur. Və adaptiv öyrənmədə müəllim şagirdlə bağlı davamlı şəkildə məlumat toplayır, topladığı məlumatları təhlil eləyir və cavablara uyğun şəkildə dəyərləndirmiş olur. Şagirdin cavabı təbii ki, onun təlim ehtiyacını üzə çıxardır. Müəllim şagirdə məzmunu hansı ardıcıllıqla çatdıracağını artıq müəllim bilmiş olur. Və deyə bilərik ki, müəllimlər burada fəaliyyətin ardıcıllığı da dəyişə bilər. Şagirdə verəcəyi növbəti suallar, tapşırıqları müəyyənləşdirə bilir adaptiv yanaşmada müəllim. Əgər məsələn çətin tapşırıqdırsa, biz onu sadələşdirə bilərik. Əgər şagird
suala cavab verə bilirsə, növbəti suallarda isə biz onu getdikcə çətinləşdirməliyik. Adaptiv yanaşmanın prinsipləri var müəllimlər. 3 prinsipi var. Fərdiləşdirmə, davamlı diaqnostik rəy və dəstəkləyici tədrisin azaldılması. Bir növ buna scaffolding deyə bilərik. Fərdiləşdirilmiş nə deməkdir müəllimlər? Fərdiləşdirmə bütün şagirdlərə eyni tapşırığı izahı verməkdənsə, hər bir şagirdin fərdi xüsusiyyətlərini, bilik səviyyəsini, öyrənmə tərzini nəzərə alaraq şagirdə mövzunu çatdırmağımız nəzərdə tutulur. Baxın müəllimlər, biz eyni mövzunu şagirdlərə keçirik. Amma eyni mövzunu keçdiyimiz halda eyni cür təqdim edə bilmərik. Biz şagirdin səviyyələrinə uyğun olaraq, öyrənmə tərzinə uyğun olaraq mövzumuzu çatdırmalıyıq şagirdlərə. Amma eyni mövzudur. Çətinlik dərəcəsi və dəstək səviyyəsi fərqlənmiş olur. Yəni müəllimlər, fərdiləşmiş yanaşmanın əsas məqsədi şagirdə öz imkan bacarıqları çərçivəsində maksimum öyrənmə fürsəti yaratmağımızdır. Eyni zamanda da dərsdə ədalətli və bərabər öyrənmə mühitini formalaşdırırıq. Və fərdiləşdirməni nəyə görə biz edirik? Ona görə ki, zəif şagird çətinlik çəkib motivasiyadan düşə bilər. Güclü şagird sıxılıb maraqlarını itirməsinlər deyə hər bir şagirdin öz potensialını inkişaf etdiririk. Və fərdiləşdirilmiş belə deyək, əsasən 3 istiqamətdə aparır fərdiləşdirilmə. Birinci istiqamətimiz məzmun üzrə fərdiləşdirilmədir. İkinci tapşırıq üzrə fərdiləşdirilmədir. Üçüncü də dəstək səviyyəsi üzrə fərdiləşdirilmədir. İndi sual verə bilərsiniz ki, bu nə deməkdir? Məzmun üzrə fərdiləşdirilmə dedim müəllimlər ilk olaraq. Məzmun üzrə fərdiləşdirilmə dedikdə eyni mövzunu biz şagirdlərə fərqli səviyyədə təqdim edirik. Məsələn, şagirdlərə sadə izahlı mətn təqdim edirəmsə, eyni zamanda dərinləşdirilmiş bir məqalə də güclü oxuyan uşaq üçün təqdim edə bilərəm. Daha sonra tapşırıq üzrə fərdiləşdirilmə dedik. Burada şagird nailiyyəti əgər aşağıdırsa, uşağa yönləndirici suallar verə bilərik. Şagirdə nailiyyəti yüksək olması üçün tədqiqat tipli yaradıcı tapşırıq vermək lazımdır. Dəstək səviyyəsi üzrə fərdiləşdirilmə dedikdə biz burada şagirdə ipucu veririk, bələdçi sual veririk, nailiyyəti yüksəltməyə çalışırıq. Və fərdiləşdirilmə prosesi sxem şəklində baxın nələr qeyd olunubdur. Fərdi ehtiyaclarına uyğun müəyyənləşdiririk. Uyğun resurs tapşırıqların seçilməsi lazımdır. Dəstək səviyyəsini tənzimləməsi lazımdır. Şagirdin mütləq öyrənmə bacarığının inkişaf etdirilməsi lazımdır. Eyni zamanda uğur hissi, davamlı motivasiya şagirdə lazımdır. Bəs fərdiləşdirilmiş yanaşmada müəllimin rolu nədən ibarətdir? Müəllim burada şagirdə daim müşahidə edə bilər, müəllim diaqnostik edə bilər, tapşırığı real bacarıqlara əsasən tənzimləməlidir. Hər kəs fərqlidir, amma hamı bacarır prinsipi ilə yanaşırıq da bir sözlə. Bu fərdiləşdirilmiş təlimdən, yanaşmadan danışan zaman hər kəs fərqlidir, amma hər birimiz bacarırıq şüarı altında, yanaşması altında, yəni prinsipi ilə işləyirik. İndi isə adaptiv yanaşmanın növbəti prinsipi davamlı diaqnostik və rəydən danışaq. Müəllimlər, nə deməkdir? Davamlı diaqnostika və rəy. Adaptiv təlimdə əsas şərtlərdən biri şagirdi davamlı olaraq müşahidə etməyimiz. Şagirdə adaptiv təlimdə əsas şərtlərdən biri davamlı müşahidə qiymətləndirmə yolu ilə izlənilməsidir. Yəni burada biz nəticəni bilmək üçün deyil, eyni zamanda öyrənmə prosesini yönləndirmək, uşağın nəyi çatışmır, onu vaxtında bilmək üçün, eyni zamanda düzəltmək üçün biz davamlı diaqnostika aparmalıyıq. Əgər müəllim şagirdə nəyə nail olduğunu deyil, eyni zamanda da necə nail olduğunu izləyirsə, onda müəllim artıq bilir ki, bu şagirdin qavrama səviyyəsi nədir, necə öyrənə bilir. Yəni öyrənməsi daha dərin və mənalı olmuş olur. Şagirdlərə rəy verərkən müəllimlər şifahi rəy verə bilərik, yazılı rəy verə bilərik, simvolik rəy verə bilərik və
özünə, yoldaşına rəy verməsini təmin edə bilərik. Hansı ki, ilk olaraq şifahi rəy dedim. Şifahi rəy nədir? Yəni bu nə məqsədi daşıyır? Dərs zamanı dərhal verilən qısa, motive edici və istiqamət verici sözlərdir. Məsələn, nümunə olaraq bu addımı çox yaxşı etdin, indi növbəti mərhələni yoxla, şifahi rəy veririk. Yazılı rəy isə tapşırıq vərəqini və yaxud portfolioda verilən qısa qeydlərdir. Əsas fikir tapmısan, amma sübut hissəsini gücləndir. Yazılı şəkildə rəy veririk. Simvolik rəylə emoji, rəng, nişan, stiker və s. vasitəsilə qurulan əlaqədir. Daha çox biz bunu aşağı siniflərdə istifadə edirik. Yəni uşaqlara bir növ motivasiya verir burada. Məsələn, gülmək smaylikə qoyuruq, əla smayliklər yenidən cəhdid və s. smayliklər vasitəsilə biz uşağa rəy veririk. Daha sonra özünə və yoldaşına verilən rəylərdir ki, burada şagirdlər bir-birlərinə və yaxud özlərinə rəy verirlər. Məsələn, məncə bu tapşırığı ən yaxşısı planı düzgün qurmağın idi. Bəs bir müəllim olaraq biz şagirdə davamlı diaqnostika və rəy veririksə, biz nələri bilməliyik? Biz bilməliyik ki, müəllimlər hər dərs ən azı bir dəfə şagirdə fərdi rəy vermemiz lazımdır və şagird səhv edə bilər. Şagirdin səhv etməsini biz normal qarşılamalıyıq. Şagird səhv edən zaman şagirdə cəza verəkmi? Əlbəttə ki, xeyr. Biz şagirdin səhv etdiyi bir şeyi onu dəyərləndirməliyik. Yəni uşaq deməli burada nə isə bilmir ki, səhv edir. Yəni şagirdin inkişafı üçün bir fürsət olaraq şagirdə təqdim edirik. Şagirdin uğurunu yalnız nəticə deyil, eyni zamanda da prosesdə irəliləyişini dəyərləndirməyimiz lazımdır. Rəyləri konkret, qısa, əməli addımlarla təqdim etməyimiz lazımdır. Davamlı diaqnostik və rəy adaptiv təlimin bir növ nəvzidir müəllimlər. Müəllim dərhal əks əlaqə ilə tənzimləməyə, şagird isə öz öyrənməsini izləyir, inkişafını görməyə imkan vermiş olur. İndi isə müəllimlər scaffoldingdən danışaq. Hansı ki, adaptiv yanaşmada dedik, müəllim scaffolding olmalıdır. Müəllim hər zaman dəstəyini göstərməlidir, amma zamanla da geri çəkilməlidir. Demək olar ki, tədrisdə hər bir şagirdin öyrənməyə müəyyən başlanğıc səviyyədən daxil olur. Bəziləri mövzunu yaxşı qavrayır, müəllimin köməyinə ehtiyac duymur. Bəziləri isə müəllimin köməyinə ehtiyac duyur və müəllimin də əsas vəzifələrindən biri budur ki, fərqliliyi görsün, şagirdə uyğun miqdarda dəstəyini göstərsin. Scaffolding anlayışı demək olar ki, müəllimlər, biz şagirdə göstərdiyimiz müvəqqəti dəstəyimizdir. Yəni, müəllim hazır şəkildə məlumat verirmi? Xeyr. Müəllim hazır şəkildə məlumat vermir. Əgər müəllim hazır hər bir şeyi müəllim etsə, o zaman şagird öyrənməyəcəkdir. Və yaxud müəllim heç nə eləməsə, yenə də şagirdin səhvi olacaqdır. Ona görə də müəllim öz dəstəyini göstərir, ehtiyac varsa şagirdə dəstəyini göstərir və zamanla müəllim kənara çəkilir. Çünki şagird artıq özü müstəqil şəkildə nə isə yerinə yetirməyi bacarır da. Vygotsky'yə görə, hansı ki biz scaffoldingi Vygotsky sosial inkişaf nəzəriyyəsində tanış olmuşduq bu nəzəriyyə ilə, scaffoldinglə. Vygotsky'yə görə şagird tək başına müəyyən bir səviyyəyə qədər öyrənə bilər. Amma dəstək varsa, bu növbəti pilləyə qalxa bilər. Yəni, biz burada müəllimin izahı, müəllimin şagirdə model, nümunə təqdim eləməsi, müəllimin şagirdə ipucu və yaxud sual verməsi, məsuliyyətin paylaşdırılması, eyni zamanda müstəqilliyə keçid şəklində olur. Gəlin növbəti bir cədvəli sizə təqdim edim. Dəstək verməyin müxtəlif formaları mövcuddur. Məsələn, şagirdlərə ipucu verək, model göstərək, sual vermək, addım-addım rəhbərlik etmək, müşahidə və rəy nə deməkdir? İpucudan ilk olaraq başlayaq. Tapşırığın cavabını demədən istiqamət göstəririk. Hansı ki, baxın, hazır şəkildə cavabı demədik, amma istiqamətimizi verdik. Məsələn, bu addımda hansı riyaziyyat əməliyyatı
istifadə etmək olar. Artıq hansı riyazi əməliyyatdırsa, onu şagird deyir. Müəllim burada istiqamət verdi. Model göstərmək, yəni nümunə təqdim eləmək, addımları birlikdə nümayiş etdiririk. Müəllim ilk misalı özü həll eləyir. Məsələn, tənliyi başa salırsınız şagirdlərə. Tənliyin birini hazır şəkildə yazırsınız, şagirdə təqdim edirsiniz. Şagird isə həmin o nümunə əsasını digər tənlikləri də yazır, möhkəmləndirmiş olur. Daha sonra sual vermədə düşünməni yönləndirən suallar. Əgər bu hissəni dəyişsək, nəticə eyni qalarmı? Addım-addım rəhbərlik dedik. Burada tapşırığı birlikdə icra edirik, sonra məsuliyyəti bölüşdürürük, yəni şagirdlərə ötürürük. Müşahidə və rəydə isə şagirdin müstəqil addımlarını müşahidə edib qısa rəy verməyimiz nəzərdə tutulmuş olur. Scaffolding nəticəsində müəllim öyrənməni asanlaşdırır, müstəqilliyi əvəz etmir, şagird dəstək alaraq inkişaf edir, sonra öz gücünə inanmağı öyrənir. Yəni şagird artıq bilir ki, müəllim mənə dəstək oldu və mən bunu bacarıram. Artıq müəllim bu hissədə geri çəkilməlidir. Çünki şagird özü bacarır. Scaffolding nəticəsində həm intellektual, həm də emosional dayanıqlıq formalaşır şagirdlərimizdə. Daha sonra müəllimlər adaptiv yanaşmadan danışdıq. Bəs adaptiv yanaşmanın üstünlükləri varmı? Bəli, var. Məsələn, şagirdin fərdi potensial imkanını üzə çıxartmış oluruq, motivasiyanı artırır, zəif güclü şagirdi eyni zamanda inkişaf etdirir və müəllim-şagird arasında əlaqə güclənmiş olur. Dedik ki, fərdi potensialın aşkarlanması, yəni şagird öz sürəti ilə irəlilədiyi üçün potensialını itirmir, motivasiyada nə çox çətin, nə çox asan olmalıdır. Yəni şagirdin bir balaca cəhd edərək əldə edəcəyi, biləcəyi bir səviyyədə olmalıdır. Gücü zəif şagirdlər eyni zamanda inkişaf edir. Çünki müxtəlif səviyyədə dəstək ədalətli öyrənmə mühiti yaratmış oluruq. Müəllim-şagird əlaqəsi güclənir. Nəyə görə? Çünki müəllim hər bir şagirdin ehtiyacını yaxşı bilir. Bu da oldu bizim üçün adaptiv yanaşma. Güman eləyirəm mövzu sizə aydın oldu. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşənədək.